Biz Rusu bugün tanımamışıq. Biz Rusu 1804-cü ildə Gəncə qapılarına dayananda, biz Rusu Sisyanovdan tanıyırıq, biz Rusu 1828-ci ildə Azərbaycanı Türkmənçayla ikiyə böləndən, zaman-zaman erməniləri Qarabağa köçürüb sonraki problemlərimizin əsasını qoyandan tanıyırıq. Heç kim və heç nə unudulmur. Sizdən bir Azərbaycan türkü olaraq, Azərbaycan vətəndaşı olaraq soruşuram. Azərbaycandan nə istəyirsiniz? Niyə Cənubi Azərbaycandakı bacı qardaşlarımızın beynini yumağa, onların tarixini unutmağa sövq edirsiniz? Nədən qorxursunuz? Axı Azərbaycandan sizə heç bir təhlükə yoxdur. Sizdən bizə bir təhlükə var idi. 44 günlük müharibədə Ermənistana siyasi və hərbi dəstək verəndə təhlükə var idi. Türk dünyası birdən daha da güclənər qorxusuyla Zəngəzur dəhlizinə mane olanda var idi. Maliyyələşdirib biz tərəfə göndərdiyiniz bir neçə şəxsin teokratik şəriət dövləti qurmağı planlaşdıranda sizdən bizə təhlükə var idi. Yeri gəlmişkən həmin şəxslərin də indi layiq olduqları yerdə həbsxanada olması da sizə bir siqnal olmalı idi ki, Azərbaycan əleyhinə çağırışlar etməyəsiniz. Ermənistanın 30 il ərzində işğalda saxladığı Azərbaycan torpaqlarına Tehranın tırlarla göndərdiyi silahlar, yanacaq və raket hissələri hardan gəlirdi? Nə üçün İranın səsi Bərdənin, Gəncənin, Tərtərin mülki əhalisi bombalananda çıxmadı? Əgər siz bugün İranın hərbi obyektləri bombalanır deyə Azərbaycandan səs gözləyirsinizsə, bəs siz niyə sustunuz həmin vaxt? Bəs siz bəyanat belə vermədiniz. Şuşanın, Ağdamın, Cəbrayılın, Füzulinin, Zəngilanın işğal altındakı vəziyyəti haqqında niyə heç vaxt dilinizə bu cür cəsarətli cümlələr gəlmədi? Axı siz də müsəlmansınız və ermənilərin tövləyə çevirdikləri məscidlər sizin üçün də Allahın evidir. Bəs niyə etiraz eləmədiniz? Əslində sizə daha geniş cavab verərdim, amma sağ olsun Cənubi Azərbaycandan olan bacı qardaşlarımız. Onlar sizin cavabınızı çox yaxşı verdilər. Bütün bu sadaladığım həqiqətləri farsdilli ittihamçılara güneyli qardaşlarımız dedilər. Bir də ən pisi bilirsiniz nədir? Dilimizi bizə qarşı çevirmək istəməyiniz. Farsdilli segmenti necəsə başa düşmək olar, amma bizim öz dilimizi bizə qarşı çevirməyə cəhd göstərməyin. Tezislərinizi elə fars dilində cəmiyyətə sırayın. O torpaqlarda öz ana dilində danışmağa həsrət qalmış Azərbaycanlılar var. Dilimizi bu ifadələrlə zəhərləməyin. Bir də bunu da xüsusi vurğulayım. Təbrizim deməyə elə ən çox da bizim haqqımız çatır. Təbrizdən uzaq qalmış Azərbaycanlıların haqqı çatır.